Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yumma Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bu günləri Bərdə at bazarına çəkirik. Deməli, 16 may 2025-ci. Bu neçəsindədir qardaş? 8-də. Belə yorğası nədir? 40 yeriyir. Qiyməti 1000 manat. Boyuna qədərdir bunun? 1.45. Hardan getmirsən? Buradan Yevlaxdakı izləyicilərimizə salamlayırıq. Allah canları sağ eləsin. Bu zıper düşdün da bir dənə. Yok yok. Axırı neçədir 4 rəqəmi? 4 rəqəm. Neçədir 4 rəqəm? 49-31. Xeyirli olsun. Təzörgənin qardaşında. 2 yaşında. Bunu hardan geçmişsən ata? Haberde yani at özümden atım balasıdır. Kəlbəcər özümə kəlbəcərəm. Beşlərdən balema oğluyam adım var. Atla atım balası. Qiyməti nədir? Qiyməti 2000 manat. 2000'ə. Yorğas salı yoxdur hələ. Neçə gedir belə? Bu dəqiqə təzörgədir, örgəldi. Bir həftə həmin olar. Bu dəqiqə yerimizdə bir 35 yeri. 35-40 yaxın yeri. Hələ təzörgənib də. 4-5 dəfə cəm cürətənə belən. Yaxşıdır. Yaxşı da oydu, qəşəng də oydu. Yıldır gelir, ben bu yılda şurada Atın hiçbir tepesi problemi yoktur. 71-14. Allah xeyirli bazar versin. Neçəsindədir bu? 7-sində. Neçəyə də deyirsən? Buna da belə bir su çəkim da. Bunu hardan da gətirmirsən? Ağcabədən. Allah xeyir versin. Heç nə. Çoxsun anlattırmağa getirib, heç satmağa yox. Dolanları çəkək. Da baxsınlar gözəl qardaşlar. Deməli dəyərli izləyicilərimiz, belə bir at var qardaşım. Hal-hazırda gözəl də bir atdır, qəşəng şəxsiyyətdir. Bu neçəsindədir? 7-sində. Bunun yorğasalı necə? Abra Ramin. Bunun yorğasalı necə? Yorğası yani 50'leri saxlayır. 50 maşınlar için saxlayır. Çıxmağı zalı necə? Çıxmağı 50'de harasa bir 200 metr gedəndə çıxır, amma 45'də çıxmır. 45'də çıxmır. Hardan getmirsən onu? Mingəçevir. Buradan Mingəçevirdəki izləyicilərimizə salamlayırıq. Qiyməti nədir bunun? 2500 manat.
Sroşda lazımdır. Yəni bu at 3-5-ə getmir bax. 3 milyon, 3500'e getmiş. Yani satmamış. Hə, sat. Bunu yani almak isteyen Mingəçevirin harasına yaxınlaşacaq? Biz Yevlan Varvara kəndində yaşayırıq. Varvara kəndi. Mingəçevirin böyründə. Aha. Ona görə Mingəçevirin böyrüdür. sakit, kuzu kimi. Elə belə bir dənə tərpələrsən çəkin. Var mı imkanı? Bu atları müzeyə biraz atı kül. Yox, heç onda ehtiyac yoxdur. Onsa bunu kim alsa bunu Gəlsin, gəlib minsin, baxsın da. sürüb yoxlayıb alacaq bunu. Vurmağı zalı. Kuzu kimi. Yəni hep uşaq keçsin minsin. Boyu nə qədərdir bunun? Boyun ölçməmişəm, amma yəni görsən də boyu ürəyin istəyən boyu. Bilirəm, yəni elə belə deyirəm. Yəqin ki bir Qısası başam salamat olur. hamısı salam. Diyinə kimi. Ha, nə gözəl. Bunları belə desəyəm. Bu kişinindir bax. 83-84. 83-84. Yevlaqla Mingəçevirin arasında Varvara kəndindədir bax, gördüyünüz kimi qardaşım. Qiyməti 2500. Kim də alacaq? Yəni at gözəl bir atdır. Qardaşın dediyinə görə 3500-ə, 3000-ə yəni satmıyor. İndi pula ehtiyacı var deyin satır. Hadi aşağı. Gel gör bunu içindeyse. Bir də. Aşağı. Yok. Gedək həmin o atlarını da çəkək. Allah bazar versin. Əlaqə saxlayacağım sizinlə. 83-84 nömrənin axırı. Bunların ikisi də Gəncədə olacaq. Biri 40, biri 45 gedir. Dəyərli izləyicilərimiz, çoxsunu anlatdırmağa gətirib deyin. Onun üçün də yəni hamısını çəkə bilmirik. YouTube kanallarımıza abunə olub like verməyi unutmayın. Allah sizin hər birinizi qorusun. İnşallah çalışarıq ki bu həftə Gəncə bazarına da gələrik. Bugünlük Bərdə bazarından bu qədər. Hal-hazırda olanları çəkirik. Siz də like verməyi unutmayın. Çoxsunu anlatdırmağa gətirib. Xeyirli uğurlu olsun.